Qulaq asın cəmaət, mən danışım rəvayət, Namiqin həyatından, qəmli əhvalatından çox əziyyət çəkibdir, özünə bir ev tikibdir, təkəbbürün daşını atıb, bazarda kartof satıb, içdə sənət sevgisi, saf bərəkət sevgisi, muğamatla tanış olub, maraqlı axtarış olub, bir də klip çəkiblər, başını yıxıb söküblər. Voltdadır Namiq tağı, sanki Gülüstan bağı, başında gəzdirirdi, sadə ömür sürürdü, mahnı düzüb qoşanda, könüllə tanış olanda, bu nə bəladır düşmüşük Allah, biz nökərik, kədər bizə şah. Bizləri çaşdırdı cavanlıq, indi hər ikimiz çəkirik. Bu sadəcə uğurdu, Cənab qara çıxurdu, sadə ömür sürürdü, görürdü, götürürdü. Günlərin bir günündə, səhnənin ay günündə görübdü, götürübdü, sevgisini ötürübdü. Özünə gəlib eləmişdi. Duet zad eləyirdi, qanmamışdı deyirdi, bu cür ad eləyirdi. Bəlkə mən düz eləmirəm, sənə bu qədəri bağlanıram. Hələ tezdir səni mən yerə də göyə də qısqanıram. Bəzən ətin töküblər, paxıllığın çəkiblər, düşməyibdi həvəsdən. Namiq çıxıb qəfəsdən, Moskvaya yola düşüb, Kremldə toya düşüb, qürbəti yad eyləyib, Rusları şad eyləyib, uğur dalınca, başını attı balınca, istirahət eylədi, bunu cəmaat bilmədi. Meyxananı tulladı, hamıya xəbər yolladı. İstəmirəm deyişmək, mağarlarda didişmək. Nənə, baba söhbəti, arada olan hörməti götürmək istəmirdi. Biraz qalmaqal oldu, Namiq halbahal oldu. Qəşəng götür qoy elədi, Namiq özünə toy elədi. Qəlbi şadiman oldu, ailəli insan oldu. Xarizmatik şairi görəndə xoşbəxt biri rəvayət sürüşdü, göydən 3 alma düşdü. 3 də Namiqin olsun, halal xoşunmuş olsun. Dəydi ya da dəymədi, alma gözəl meyvədir. Qaraçuxur da sağ olsun, Namiqə ortaq olsun. Biz də görək şad olaq, doğma olaq, yad olaq, insan olaq həyatda, bu fani kainatda. Mövzu məni apardı, rəvayətim qutardı.